Salam ki Sahil televiziyasında mən Tural İsmayılovun təqdimatında siyasi baxış verilişini izləyirsiniz. Azərbaycan bugün təkcə regionun yox, qlobal siyasi hadisələrin ən vacib və ən önəmli ölkələrindən biri halına gəlibdir. Nəzərə almaq lazımdır ki, bugün Azərbaycan həm özünün üzv olduğu təşkilatların qlobal siyasi çəkisinin artmağına böyük töhfələr verir, həm də eyni zamanda bizim regiondan kənar coğrafiyalarda da önəmli siyasi-iqtisadi toplantılarda Azərbaycanın sözünə, Azərbaycanın imzasına, Azərbaycanın qərarlarına böyük ehtiyac duyulur və bu ehtiyac ucbatından da təbii ki, hər zaman Azərbaycanın qlobal siyasi proseslərdə sözünə, mövqeyinə böyük önəm verilir. Və sonuncu olaraq ötən həftənin sonu cənab prezident İlham Əliyevin Özbəkistana Daşkəndə növbəti səfəri oldu. Əvvəla vurğulamaq istəyirəm ki, Azərbaycanla Özbəkistan arasında ikitərəfli dövlətlər arası əlaqələr çox yüksək səviyyədədir. Özəlliklə cənab prezident İlham Əliyevlə Özbəkistan prezidenti Şavkat Mirziyoyev arasında şəxsi dostluq münasibətləri, eyni zamanda qardaşlıq əlaqələri və bu iki ölkə rəhbəri arasındakı dostluq və qardaşlığın bugün kulminasyon nöqtəyə çatması Azərbaycan və Özbəkistan arasında qarşılıqlı səfərlərin sayının da artmağına səbəb olur və təkcə son bir ilə biz nəzər salanda artıq dəfələrlə cənab prezidentin Özbəkistana səfəri olub, eyni zamanda Özbəkistan prezidenti Şavkat Mirziyoyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə dəfələrlə Azərbaycana səfərə gəlibdir və təkcə paytaxt Bakıda deyil, işğaldan azad edilmiş bölgələrə də Özbəkistan prezidentinin səfərləri gerçəkləşib və bu səfərlərdə də Azərbaycanla Özbəkistan arasındakı qardaşlıq, mənəvi əlaqələr, kültürel və iqtisadi münasibətlərin nə qədər yüksək səviyyədə olduğunu biz bir daha müşahidə etmişik. Eyni zamanda Azərbaycan və Özbəkistan arasındakı əlaqələr Azərbaycan və Özbəkistan arasında Daşkənd bəyannaməsinin imzalanması ilə xarakterizə olunubdur ki, Daşkənd bəyannaməsi bu iki ölkə arasındakı strateji müttəfiqlik münasibətlərini ən yüksək səviyyəyə çatdırır və mən xatırlayıram ki, Daşkənd bəyannaməsi imzalanarkən iki ölkə rəhbəri işçi qruplarına bundan sonra əlaqələrin mütəmadi səviyyədə davam etdirilməsi, koordinasiyanın daimi olması və eyni zamanda işgüzar formada dialoq imkanlarının həmişə ən yüksək səviyyədə saxlanılmasının vacibliyi ilə bağlı mesajlar vermişdilər və təbii ki, bunların fonunda Azərbaycan və Özbəkistanın iki tərəfli əlaqələri Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi ilə xarakterizə olunur və 30 il geriyə baxdığımızda Azərbaycan-Özbəkistan münasibətləri üçün möhtəşəm bir yüksəliş dövrünə qədəm qoyub. Təbii ki, torpaqlarımızın işğal prosesi dövründə Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bir çox sahələrdə fəaliyyət göstəribdir və təbii ki, torpaqlarımız işğalda olan dövrdə də bir çox beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünə, Qarabağın işğal edilməsi faktoruna Özbəkistan həmişə diqqət çəkib, Azərbaycanın yanında yer alıbdır və məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanla Özbəkistan əlaqələri çox yüksək bir məqama gəlib çatıbdır və təbii ki, ondan sonraki dövrdə cənab prezident İlham Əliyevin Özbəkistanla sıx münasibətləri, Azərbaycanın torpaqlarını işğaldan azad etməyindən sonra Türk Dövlətləri Təşkilatı nəzdində də Azərbaycan-Özbəkistanın aparıcı rolu və bir daha vurğulayıram, Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə Azərbaycan prezidenti cənab İlham Əliyev arasında sıx münasibətlərin, hətta bu dostluq, yoldaşlıq münasibətlərinin bir qardaşlıq səviyyəsinə çatması xarakterizə olunur. Mən bir neçə tədbirdə xüsusi olaraq diqqət etmişəm ki, Özbəkistan prezidenti və Azərbaycan prezidenti arasındakı görüşlərdə onlar bir-birlərinə necə mehribanlıqla, necə qardaşcasına təbəssümlə baxırlar və xalqlar arasında, dövlətlər arasındakı bu dostluq iki ölkənin ali rəhbəri arasında da ən yüksək səviyyədə dostluq şəklində davam edir və bu baxımdan da Azərbaycan-Özbəkistan diplomatik əlaqələrinin qurulmasının 30-cu il dönümündə mən hesab edirəm ki, bugün Azərbaycan-Özbəkistan münasibətləri çox böyük dəyərə malikdir və əlbəttə Özbəkistanda bugün Mərkəzi Asiya dövlət başçılarının məşvərət iclasında Azərbaycan xüsusi qonaq qismində iştirak edirdi və bugün Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məşvərət iclasına dəvət edilməsi, eyni zamanda Mərkəzi Asiyada 5+1 formatında Cənubi Qafqazdan Azərbaycanın artıq Mərkəzi Asiya Məşvərət Şurasına üzv seçilməyi və bundan sonra Mərkəzi Asiya ilə bağlı Mərkəzi Asiya dövlət başçılarının mühüm siyasi-iqtisadi toplantılarında da Azərbaycan tam hüquqlu üzv kimi prosesdə iştirak edəcək. Bu ölkəmizin nə qədər böyük və güclü olduğunu növbəti dəfə sübut edir. Azərbaycan dəfələrlə
öz regionundan kənardakı bir sıra təşkilatlarda xüsusi qonaq qismində iştirak edib. Azərbaycan hətta özünün üzv olmadığı təşkilatlarda da həmişə sözünə ehtiyac duyulan bir dövlət olubdur. Biz buna cənab Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının xüsusi toplantılarına dəvət edilməsi faktorunu əlavə edə bilərik. Azərbaycanın qoşulmama hərəkatına uğurlu sədrliyini əlavə edə bilərik. Azərbaycanın bütün beynəlxalq platformalarda qlobal ədalətsizliklərə və nizamsızlıqlara qarşı mübarizədə nə qədər önəmli nizam sağlayıcı, nizamı formalaşdıran bir ölkə olmağı faktoruna da nəzər yetirə bilərik və bütün bu hadisələrin fonunda Azərbaycanın bu gün Mərkəzi Asiya dövlət başçılarının məşvərət şurasında təmsil olunması və eyni zamanda bundan sonra Azərbaycanın artıq Mərkəzi Asiya ilə vahid bir ailə kimi iştirakı da xüsusi əhəmiyyətə malikdir. Biz unutmamalıyıq ki, biz onsuz da Mərkəzi Asiya dövlətləri ilə çox sıx münasibətlərə malikik və elə Azərbaycan-Özbəkistan diplomatik münasibətlərinin qurulmasının 30 illiyi ilə bağlı danışarkən bunu da vurğulamalıyıq ki, bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatının yenidən şahlanışına, onun inkişafına təkan verən bir ölkədir və bizim 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanın Türk Dövlətləri Təşkilatını yenidən formalaşdırmaqla bağlı aparıcı missiyasına da böyük bir yön verdi və bu gün biz Mərkəzi Asiyanın bu böyük gücləri ilə çox güclü əlaqələrə malikik. Elə Özbəkistan səfərindən əvvəl cənab Prezident İlham Əliyev Qazaxıstana səfər elədi. Astanada Qazaxıstan rəhbəri Kasım-Comart Tokayevlə çox vacib qərarlara imza atıldı və Türk Dövlətləri Təşkilatından kənarda da Azərbaycan-Tacikistan münasibətləri də kifayət qədər böyük əhəmiyyətə malikdir və bu baxımdan da Azərbaycan onsuz da Mərkəzi Asiya ilə müxtəlif təşkilatlarda və eyni zamanda iki tərəfli münasibətlərdə böyük bir pillə adlamışdı. Amma bundan sonraki dövrdə də cənab Prezidentin məhz şəxsi siyasi liderliyi və eyni zamanda nüfuzu sayəsində Azərbaycanın Mərkəzi Asiyanın ən vacib siyasi toplantılarından birinə rəhbərlik etməsi, qatılması, yəni bu toplantılardan biri də şübhəsiz ki, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatını mən zirvə görüşünü nəzərdə tuturam ki, Mərkəzi Asiyanın bütün Türk dövlətləri ən yüksək səviyyədə orada təmsil olunurdu və indi Daşkənddə Mərkəzi Asiya dövlət başçılarının da xüsusi bir toplantısında artıq cənab Prezidentin iştirakı Azərbaycanın coğrafi baxımdan Cənubi Qafqazda Avropa ilə Asiya sərhədində yerləşsə də bu gün Mərkəzi Asiyada formalaşmış bir siyasi təşkilatda sözünə ehtiyacının duyulmağı çox vacibdir, çox önəmlidir. Bugünkü beynəlxalq münasibətlər sistemində yeni konfigurasiyaların formalaşdığı bir dövrdə baxın görün Azərbaycan faktoru nə qədər önəmli bir hala gəlibdir. Mən bunu hər zaman söyləyirəm. Dünyada çox az ölkələr var ki, onlar beynəlxalq münasibətlər sistemində proqnozlaşdırılmayan mühüm dəyişikliklərə və yaxud da ki, transformasiyalara səbəb olurlar. Bugün Azərbaycan beynəlxalq münasibətlər sistemində elə bir həqiqət formalaşdırır ki, o həqiqətlə bütün siyasi tərəflər razılaşmalı olur. Biz Mərkəzi Asiyadan danışırıqsa, burada orta dəhlizin vacib faktorunu vurğulamalıyıq və şübhəsiz ki, Azərbaycan olmadan biz orta dəhlizdən danışa bilmərik və cənab Prezident elə Daşkənddə də Zəngəzur dəhlizinin Azərbaycan hissəsində artıq işlərin tamamlanmaq üzrə olduğunu vurğuladı. Həmçinin Mərkəzi Asiyada Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında yeni layihələrin mümkünlüyündən danışdı. Daşkənddə cənab Prezidentin ən vacib mesajlarından biri də Xəzərin dibi ilə fiber optik kabelin çəkilməsi ilə bağlı söylədiyi fikirlər idi ki, bu istər rəqəmsal texnologiya, rabitə, istərsə də nəqliyyat, lojistik anlamda Azərbaycanın imkanlarını, Azərbaycanla Mərkəzi Asiya arasındakı əlaqələrin vacibliyini göstərir və təbii ki, Zəngəzur dəhlizi və orta dəhlizdən danışarkən bunu da vurğulamalıyıq ki, bugün beynəlxalq münasibətlər sistemində bir-biri ilə mövqelərində çox böyük fərqlər olan Amerika Birləşmiş Ştatları da, Çin Xalq Respublikası da məhz Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı yaratdığı reallıqları qəbul edir. Yəni bugün Zəngəzur dəhlizi layihəsi Amerika tərəfindən dəstəklənir. Trip marşrutu kimi bu layihəyə Amerika şirkətləri investisiya qoyur. Bugün Çin Xalq Respublikası Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqelərini dəstəkləyir və bütün bu hallarda indi ölkəmiz həm də ona görə vacib siyasi oyunçudur ki, biz dünyada ayrı-ayrı siyasi qütb mərkəzlərinin yeni formalaşan beynəlxalq münasibətlər sistemində Azərbaycanın yaratdığı reallığı qəbul etməsi və hətta dəstək olması faktorunu da yarada bilirik. Sağ olun, salamat qalın.